Əgər bu videoya baxırsansa, deməli sən ilahinin sevimli bir bəndəsisən ki, bu məlumatları sənin qarşına çıxarıbdır. Çünki bu gördüyün hazır sistem sənə kömək olacaq heç bir prosesdə iştirak etmədən bu tip bir kanal hazırlayasın YouTube'da. Haradakı qəhrəmanı var və yaxud da ki olmaya bilər. Haradakı sən təyin etdiyin mövzu üzrə sujetlər gedəcək, hamısını süni intellekt hazırlayacaq sənin yerinə və aylıq bir neçə min dollar qazanc əldə edə biləcəksən. Məsələn, nümunə olaraq gəlin başlayaq, mən sizə göstərib nə tip bir mövzular artıq trenddir və süni intellektin bizə verdiyi imkanlarla nələr yarada bilərik. Gördüyünüz bu kanal, baxaq ilk videosuna. 6 ay bundan öncə artıq startını götürüb, artıq 179 min subscriber var və ortalama gəliri aylıq 8-25 min dollar arasıdır. Əgər biz videolara baxsaq, gəlin bir nümunə kimi birini açım. Məsələn, samuray bir obrazı var və həmin bu samuray obrazı bir növ inkişaf haqqında danışa bilər, özünü inkişaf etdirmə haqqında danışa bilər, hansısa bir cəngavər filosofiyası haqqında danışa bilər və yaxud da ki, istənilən bir mövzu ola bilər bu. Gördüyünüz kimi şəkil gedir, sujet var, ortada söhbət var, mövzusu üzrə aşağıda subtitrlar var və hansısa insanı tərbiyə verici, onun həyatında istifadə edə biləcəyi məlumatlar ötürür. Bütün bunları süni intellekt hazırlayır. Digər bir kanal, məsələn, Dark Psychology. Burada görürük ki, Machiavelli'nin hansısa bir obrazı istifadə olunur və həmin o obrazda eyni tərzdə söhbətlər edərək, eyni tərz dedikən dizayn cəhətdən görürsünüz videolar necə qurulur. Həmin o obrazın şəkilləri və yaxud da ki, həmin bu mövzuya uyğun obrazlar ola bilər ki, söhbət gedir, maraqlıdır, izləyənlər var. Məsələn, bu video görürsünüz 400 min baxışa gedibdir və kanal artıq, necə deyərlər, aylıq 6-17 min dollar arası gəlir verir. İlk videosu yerləşdirilib 4 ay öncə, 4 aya 116 min izləyicisi var və mən sizə göstərəcəm belə bir kanal necə yarada bilərsiniz. Üçüncü bir nümunə kimi də, məsələn, Clarity and Calm kanalını göstərə bilərik. Başlayıbdır bir ay bundan öncə və artıq 7200 followeri var. Aylıq qazancı 2-5 min dollar arasında. Eyni ilə həmin mövzudur, gördüyünüz kimi. Mövzu da deyək ki, strukturdur, hansısa bir istiqamət seçilir, həmin o istiqamət üzrə süni intellekt sizə mövzuları hazırlayır və sizin yerinizə YouTube'a yerləşdirir. Siz sadəcə olaraq, həyatdan həzz alaraq bu biznesi qurursunuz, aylıq bir neçə min dollar sizə vermək potensialı ilə və başlayırsınız zəmanənin sizə təklif etdiyi imkanlardan faydalanmağa. Həmin bu sistem, baxın, budur. N8N avtomatlaşdırma servisi vasitəsilə biz bunu təşkil etmişik. Arxa planda böyük bir kodlaşdırma var. Gəlin, indi biz baxaq necə ümumiyyətlə proses baş verir. Bunu nəinki Azərbaycan, hətta dünyada biz ilk bir komandayıq ki, yaratdıq. İndi görəcəksiniz nədən gedir söhbət. Bu səviyyədə kontent düzəldən AI, süni intellekt servisi yoxdur. YouTube'da çox dərslər var, YouTube'da çox pulsuz paylaşımlar var. Altını vurğulayaraq qeyd etmək istəyirəm ki, şəffaf şəkildə istənilən birinə baxın. Sizə sadəcə olaraq YouTube'da video hazırlayıb yükləmə prosesini göstərə bilər, amma mən bu göstərdiyim sistem kimi sizə heç biri rezultat verə bilməz. Çünki bu mənim son 3 ay ərzində kodlaşdırdığım bir sistemdir. Və unikal olaraq yalnız bizdə, necə deyərlər, var bu məhsul. Keçək mətləbə. Bu hissədən hazırda da arxa planda kodlaşdırmasını və promptunu göstərimsin bizim tərəfimizdən hazırlanan verdiyimiz göstəricilərlə ChatGPT hesabımız qoşulur. Məsələn, execute step'ə mən klik edirəm. Gəlin, bir-bir addımlara mən klik edərək göstərim nələr baş verəcək. Hər bir etapda siz görəsiniz ki, necə işləyir bu sistem və nə bir rezultatda videoya biz gəlib çatacaq. Bir növdə feyziyab olun prosesdən. Baxırıq ki, biz artıq həmin o yerləşdirdiyimiz Google cədvələ müraciət edərək götürdü mövzunu, götürdü videonun adını, aydın oldu ona artıq videonun teksti və böldü bizim üçün həmin videonun epizodlarında gedəcək kontentə. Haradakı artıq təyin etdi şəkil, səsləndirmə hansı tekstlə həyata keçməlidir, nə deməlidir və həmin o səsləndirmədə mənzərə, həmin o səsləndirmədə səhnə nə olmalıdır ki, ona uyğun sujet yaransın. Keçirik növbəti etapa. Bunu biz əldə etdik bu blokda. Bunu əldə etdikdən sonra biz növbəti blokda artıq həmin o səhnələrə, həmin o səsləndirməyə uyğun gələ biləcək personajımızı və yaxud da ki, personajlarımızı bağlaya bilərik. Müraciətimizi göndərik yenə də Google hesabımıza. Hansını ki, yenə deyirəm, biz baş qəhrəmanlarını ChatGPT vasitəsilə hazırlayırıq. Daha sonra onları biz şəkillərini save edərək öz Google Drive hesabımızda
saxlayırıq. Çox sadə prosedurlardır bunlar və həmin bu drive'ımızda yerləşən şəkilə linki yerləşdiririk. Baxın, bu Google cədvəlimizdə və salam. Bu qədər sadə. Bunu yəni ki, edə bilməyən insan düşünmürəm ki, təsəvvür etmirəm ki, günümüzdə yoxdur. Zaten bizim dərslərdə baxaraq edə biləcəksiniz bunu. Və ilk vacib olan məqam odur ki, sona qədər izləyən videonu biz nəyə gedib çatacaq? Yenə də həmin o mövzuya uyğun olaraq yerləşdirdiyimiz personajın şəklinin linkinə müraciət edir bu dəqiqə və artıq personajın detallarını da əldə etdi. Nə olmalıdır? Daha sonra ChatGPT-yə yenidən müraciət edir və əldə olunan həmin o məlumatların artıq bir-biri ilə sintezi baş verir. Yenidən biz execute-a klik edirik. Baxırıq ki, həmin seçilmiş şəkil, baxın, artıq hazırdır. Bundan əvvəlki etaplarda həll etdiyimiz mövzularla, yaratdığımız mövzularla sintezə geçsin. Daha sonraki etapda execute-a klik edərək bütün promptlarımızı biz artıq bütün artıq hazır kontentimizi biz o vəziyyətə gətiririk ki, müraciətimiz geçsin videonun hazırlanmağına. Təsəvvür edirsiniz nə qədər vaxt biz utduq. Təsəvvür edirsiniz, siz bəlkə də 5-6 günlük görə biləcəyiniz işi mən hələ burada detal şəkildə izah etməklə bir neçə dəqiqəyə artıq əldə etdiniz. Və gəlirik biz o etapa ki, videonun hazırlanması video production blokudur. Burada nə görürsünüz? Burada artıq məlumatlar əldə edilibdir və hər bir səsləndirmə, hər bir səhnəyə görə başlayacaq sistem onu yaratmağa, həmin o səhnədə artıq onun üzərində subtitrların getməsi üçün Eleven Labs servisinə qoşularaq onu səsləndirməyə, bizə lazım olan səslə göstərəcəm bunların hamısını. Və gəlin, bax, proses necə baş verir? Bu hissədə biz artıq gəlirik və Create Video bölməsinə klik edirik. Baxırıq ki, arxa planda nə baş verir? Görürük ki, baxın, bu hissədə artıq sistem işə düşməyə başladı. Nə deməkdir? Əvvəlki məqamlardan əldə olunan bütün informasiya ilə başladı artıq birinci səhnə hazırlanmağa. Birinci səhnə hazırlandıqca həmin o səhnəni yükləyəcək bizim Google Drive hesabımıza və qayıdacaq yenidən ikinci səhnəni hazırlamağa. Bu 4 səhnəlik bir nümunə videosu sizin üçün hazırlayıram. Bir qədər vaxt gözləyək, həmin bu 4 səhnənin hazırlanmasının bloku, prosedurunu öz işini başa vursun, davam edərik. Deməli dostlar, təqribən 4-5 dəqiqə vaxt çəkdi. Nə baş verdi? Gəlin mən sizə bir etaplarla göstərim. Feyziyabı olun. Həmin bu nodumuz bizim artıq bu hissədəki prompt və kodlaşdırmamızdan görürsünüz ki, mən müəyyən səviyyədə buraları bulandırıram ki, tam da bəlli olmasın artıq bizim unikal, necə deyərlər, metodumuzun incəlikləri. Baş obrazımız, qəhrəmanımız üzrə əvvəlcədən hazırladığımız mövzu və səhnələr sintezə gedərək nə tip bir faylların hazırlanmağı lazım olduğu həyata keçirildi. Daha sonra həmin o kodlaşdırma, kod dilindən burada gördüyünüz kimi grafikal səviyyəyə keçdi. Mən burada artıq çox dərinliyə getməyəcəm. Həmin o grafikal səviyyədən də əldə olunan fayllar bizim burada gördüyünüz kimi Google Drive hesabımıza gəldi, save olundu. Həmin o Google Drive hesabımıza save olunduqdan sonra yuxarı bu hissədə gördüyünüz noddan artıq bizim full bütün səhnələrdən ibarət bizim bütün kontentimiz göndərildi JSON to Video süni intellekt servisinə. Bu hissəyə gəlib biz artıq refresh etsək səhifəni, görərik ki, bizim videomuz artıq hazırlandı. Hansının ki, template kodlaşdırmasını da mən buradan sizə göstərim. Bütün sistem necə ideal səviyyədə onu montaj edib. Bunların hamısını biz kodlaşdırmışıq. Heç nə etməyinizə ehtiyac yoxdur sizin. Hamısını sizin yerinizə biz həyata keçirmişik. Gəlin baxaq birlikdə nə tip bir video biz əldə etdik. Başlanğıcı videonun üzərində logotipimiz, videonun adlandırılması. And incinerate your plans immediately. You beg the void for a future that does not exist, keeping yourself weak and subservient to illusion. My master rejected hope because he wielded something colder and infinitely sharper, a method. He understood that a goal is merely a wish disguised as a plan, while a method is a siege. Most live in a perpetual state of becoming,
always waiting for a future Bu qədər artıq yetər deyə düşünürəm nümunə üçün. Diqqət yetirsəniz məsələn səhnələrdəki artıq səviyyəyə, qrafikal görünüşə, işin nə səviyyədə ideal və brend bir formatda həyata keçirildiyinə, bu elementlərə baxaraq qaydırıb sizə göstərdiyim hazırda top səviyyə olan kanallara, necə də onlardan qat-qat üstün, qat-qat daha keyfiyyətli kontent yaradılmasına və növbəti etaplarda da artıq sizin tam belə, necə deyərlər, həm vaxtınızı almamaq, həm də ki, müəyyən işimizin digər incəliklərini göstərməmək üçün proses necə gedir? Növbəti etap bizim errorlar varmı videoda yoxlayır və avtomatik olaraq yükləyir bizim YouTube kanalımıza. Gördüyünüz kimi biz hazırda elə bir video hazırladıq ki, hansı ki trenddir, uzun müddətli brendə çevrilə bilər sizin üçün, aylıq minlərlə dollar qazandıra bilər və bu tip bir kanalda əvvəlki bizim imkanlarımızla bir 10 dəqiqəlik videonu biz hardasa yaratmaq üçün 5-6 gün, hər gün 8 saat müddətində onun üzərində işləməli idiksə, 5-6 gün hər biri 8 saat təşkil edən iş həcmini biz 10 dəqiqə ərzində həyata keçirdik. Təqribən bir 10 dəqiqəlik videoda yaratmaq üçün bizim süni intellekt servislərinə xərcimiz hardasa aşağı-yuxarı 6-7 dollara başa gəlir. Yəni ki, 100 dollar aylıq xərcləməklə siz rahat şəkildə 10-15 video yükləyə bilən kanal əldə edə bilərsiniz. Hansı ki, çox qısa müddətdə artıq gəlir vermək səviyyəsinə çıxır. Bu bir fantastikadır. Bu sistemi siz istifadə edərək fərqli özünüzə kanallar yarada bilərsiniz. Biz bunu kodlaşdırmışıq, hazır vəziyyətdədir. Sadəcə olaraq bunu əldə edib bizim təlim proqramında iştirak edərək öyrənə bilərsiniz. Necə öz Google, ChatGPT, JSON hesablarınızı, ElevenLab hesablarınızı qoşmalısınız buna və həyatdan həzz alaraq öz biznesinizi yerinizdə oturaraq, çayınızı, kofenizi içərək reallaşdıra bilərsiniz. Deməli dostlar, dekabrın 21-i bizim artıq təlim proqramımız başlayır. Təlim proqramı başladıqda və dərslərimiz bitdikdən sonra qiymət 500 manat üzəri olacaqdır. Lakin indidən qoşulsanız 249 manata, növbəti etaplarda da zaten qiymət 500 manata gələn kimi artacaqdır yaxın müddətdə. Niyə indi ucuzdur? Çünki təlim proqramını başladıqda biz canlı dərslər edəcək. Canlı dərslər etdikcə də həmin dərslərin video qeydiyyatı həyata keçirilərək artıq hazır kurs şəklinə düşəndə 500 manat olacaqdır. Canlı dərslərimiz olmayacaq bir daha. Zaten alanlar da yenə də həmin o dərsləri əldə edəcəklər. Təqribən 3-4 dərsimiz olacaq. Çünki sistem hazırdır. Mən sadəcə öyrədəcəm necə siz bunları, bu settingsləri, ayarları qoşmalısınız. Vəssalam. Təsəvvür edirsiniz, vəssalam. Niyə artıq biz bunu kurs şəklində satırıq? Belə bir tez-tez suallar verilir bizə. Mənim tələbələrim var. Kanalımdakı digər videolara baxa bilərsiniz ki, aylıq 15, 20, 30 min dollar qazanan tələbələrim var. Onlar da belirlər mənim qazanclarım nə qədərdir. Mən bu sistemlərlə illərdir ki, məşğulam. Həm öz kanallarım var, əlavə olaraq da bu sistemlər, bu bilikləri mən intellektual bir mülküm kimi satışa çıxararaq daha çox qazanc əldə edirəm. Niyə də yox? Siz də ya illərinizi xərcləyib, ya günlərinizi, saatlarınızı xərcləyib belə bir sistemləri qurmaq üçün vaxtınızı yatırım etməlisiniz və yaxud da ki, mənim kimi bir insandan bunu ödəniş edərək əldə edə bilərsiniz. Seçim sizindir. Odur ki, aşağıdakı linkə klik edərək endirimdən də faydalana bilərsiniz. Bu sistemi də əldə edərək bizim artıq sizə təklif etdiyimiz bu möcüzəvi işdən faydalana bilərsiniz. Kanallarını da artıq quracaqlar üçün xüsusi bir qrupumuz olacaq. Ora əlavə olunacaqlar. Mən də orada mütəmadi olaraq sizinlə əlaqədə olacağam və beləliklə də YouTube üzrə də bizim artıq komandamız əmələ gəlir ki, odur ki, tələsin, bu şansı əldən verməyin. Göstərdim sizə top kanallar nə səviyyədədir, göstərdim sizə bizim yaratdığımız nə səviyyədir. Nəyi gözləyirsiniz? Klik edin, qoşulun, faydalanın, yaralanın.